Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə bananlı keks reseptini bölüşəcəm. İnanın möhtəşəm alınır. Mütləq hazırlayın. Evdə banan varsa, bu keksi mütləq hazırlayın. İnanılmaz dadlı alınır. İndi isə keçək hazırlanmasına. 200 qram şəkər tozunu tavaya qoyuram ki, erisin, karamel halına gələnə kimi. Sonra isə 3 yumurta, 150 qram şəkər tozu, 100 qram duru yağı ağarana kimi çalıram. Ağarandan sonra isə quru ərzaqları əlavə edirəm. Bir başqa qabartma tozu, bir başqa vanil, bir xörək qaşığı kakao, 200 qram onu əlavə edib qarışdırıb qırağa qoyuram. Sonra isə 3 ədəd bananı soyub ortadan ikiyə bölürəm. Tavaya isə yağlı kağız serib üstünə bananları düzürəm. Bananların üzərinə isə əvvəlcədən əritdiyim şəkər tozunu karamel halına gəldikdən sonra isə tökürəm. Videoda göründüyü kimi bu formada tökürüb hər yeri bərabər şəkildə bölürəm. Sonra isə hazırladığım biskvitin içliyini üzərinə tökürəm. Üzərinə töküb 180 dərəcədə 30-35 dəqiqə bişirirəm. Az xodda bişməlidir, yaxşı bişmək üçün. Bişdikdən sonra isə çıxardıb, tərs tərəfə çevirib, yağlı kağızı çıxardıram və kəsib nış eləyirik. İnanın, çox möhtəşəm alınır, çox dadlı alınır. Həm görünüşü, həm də dadı möhtəşəmdir. Siz də hazırlayıb nuş eləyə bilərsiniz. Videomu da bəyəndiysəniz like eləməyi, komment yazmağı, dostlarınızla paylaşmağı unutmayın. Hələ də kanalıma abunə olmamısınızsa abunə olun.